takipçiler, necəsiniz? Hər biriniz YouTube kanalıma xoş gəlmişsiniz. Bugün sizinlə birlikdə Ibis Paint X-dən həmişə attığım videolarda necə makyaj və saç süzmə etdiyimi göstərəcəm. Birinci Ibis Paint açan kimi bura gələcək bu səhifə. My Gallery. Buna basırıq. Bunlar mənim etdiklərimdir. Sonra burada üstəgəl var. O üstəgələ basıram və bura basandan sonra qaleriyadan şəkil götürəcək. İndi mən şəkil götürüm gəlirəm. Bəli, ora basandan sonra da bura gəldim. Mən bu şəkil seçmişdim makyaj eləyəndə sizə göstərmək üçün. Buranın ilk qaydası hər zaman girəndən sonra burada bir yazılıb. Buranı 2 eləməkdir. 2 və ya daha artıq eləmək olar. Maksimum 2 olmalıdır. Burada üstəgəl var. O üstəgələ basıb buranı 2 eləyirik. İndi bu qələmin hərəkət etdirdiyim qələmin ölçüsünü balacalaşdırıb yekəldir. Aşağıdakı indi hərəkət etdirdiyim rəngin tündləşdirib açıldır. Bura göstərdiyim rəng palitrasıdır. Qələm yeridir. Buradan öz qələmlərinizi seçirsiniz. Amma mən hər videomda göstərdiyim kimi qələmdən, pozandan, blur yazılıb, damla şəklində ondan. Bir də ki, bəzi videolarımda sizə paylaşmışdım ki, bundan istifadə edirəm. O da ki, belə ki, buranın rəngini götürmək üçündür. Demək, biz rəngimizi buradan seçirik. Burada istədiyimiz rəng tonlarından istifadə edirik. Məsələn, mən dodağı rəngləyəcəm. Qırmızı götürdüm. Rəngləyim. Mən dodağı rənglədim. Bir də bir şey deyəcəm. Bu oxlar. Birinci ox göstərilən, yəni sol tərəfə olan, onda biz elədiyimizi silirik. Məsələn, mən buna bastım, sildim bu elədiyimi. Sonra onun yanındakı oxa basanda isə elədiyimi geri qaytardım. İndi göz rənginə, məsələn, mən mavi seçdim. Bu arada 1K abone olmamıza çox az qalıb. Xahiş edirəm, kanalıma abone olub, like atmağı unutmayasınız. İndi fondöten heç vaxt eləmirəm əslində. Çünki çox şey sevmirəm elə. Əslində eləməsək də olar. Eləməyək. İndi məsələn yanaq. Yanağa daha çox mən bu tonlarda istifadə edirəm. İndi saç. Saçda o qədər çəkməyim. Rəngliyim, gəlirəm. Məsələn, mən saçın bir tərəfini bu rəngdə elədim. Digər tərəflərində başqa rəngdə eləyə bilərəm. Məsələn, bu rəng. Saç ucları üçün. Əlbəttə, siz istədiyiniz ton və istədiyiniz rəngdə eləyə bilərsiniz bunu. Mən sadəcə bu səfərlik belə etməyi istədiyim üçün belə etdim. Biraz indi bu rəngdə istifadə edeyim. Mən saçı indi belə tonlarda elədim. İndi pis görsənməyinə baxmayın, düzələcək bunların hər biri. İndi blur, orada yazıldığı kimi oxudum. Bu yaymaq üçündür. Məsələn, mən indi yayıram bunların hər birini. İndi artıqda qalanları isə siləcəyik. Yəni, artıq düşənləri. İndi silmək üçün burada eraser var. Ona bastım. Əlbəttə ki, bunun da qalınlığını balacalaşdıra bilirsiniz.
Balaca yaxşıdır ki, artıq elə xoşunuza gələn yerləri də çünki böyük olanda silir. Burada düşənlər. Gözün içində də qırağa yağılanlar olur. Baxın. Düzdür, indi elədiyim mavi renk tam bilinmir. Amma yenə də olsun. Mən indi hər yerini silib gələcəm. İndi mənim bir şey yadımdan çıxdı. Bu göz qapağını da vura bilərik. Onu da vuraq. Tam silməmişəm. Məsələn, bu renk. Şəklimiz son olaraq belə görsənir. Biz indi eləmək üçün burada normal yazılıb. Ona basırıq. Və burada soft light. Ona bastıq. Və alındı. Videoyu bəyəndisə kanalıma abunə olub like atmağı unutmayın. Belə bir videoların gəlməsi üçün isə şərhlərdə bildirin. Sağ olun.